Sabirabad rayonu Osmanlı kəndində 3 yırtıcı quş kənd sakinlərinin marağına və narahatlığına səbəb oldu. Sakinlər mobil operatora məxsus ötürücü dirəyə qonmuş bu quşları indiyə qədər bu ərazidə görmədiklərini bildirdilər. Bəli, o 3-də idi, biri uçdu. Biri uçdu. Hə, biri uçdu, qaldı ikisi. Biri səhər saatlardan burada. Tərpənmirlər. Bilmirsin nə quşudur? Yox, bilmirik. Çox maraq oldu. Bunun əvvəl belə şeylər görürsünüz yoxsa? 3 dəfə biz belə şey görürük. Bu ərazidə. Sabirabad rayonunda 3 dəfə belə çıxarır. Hətta bu quşların adını belə bilmədiklərini etiraf etdilər. Bu quşların ya qartal, ya qırğı, ya da quzğun olduğunu da dedilər. Kənd sakinləri üçün bu vəhşi quşlara baxmaq və müzakirə etmək nə qədər maraqlı olsa da, quşların azyaşlı uşaqlara hücum etmə ehtimalından bir o qədər narahatdılar. Vəhşi heyvandır, çox güman ki bu quzğundur da, yəni qartala da o qədər oxşamır bunlar. Yəni bizim kənddə bunlar birinci dəfədir belə bir şey. Deyilənlərə görə 3 dənə olurlar, biri uçub gedib bunun. İndi ikisi qalıb bunun. Ola bilsin, məktəb uşaqlarına zətlərə bu hücum eləmək ehtimalı çoxdur da bu heyvanların. Çünki bunlar vəhşi heyvandır. Ümumiyyətlə bu ərazidə o quşlardan var yoxsa? Xeyr, birinci dəfədir. Yəni kimsə mən görməmişəm. Yəni birinci dəfədir belə bir şey olub. Yəni Kənd sakini Mirfazil Babazadə müxbirimizə zəng vuraraq qeyri-adi quşlar haqqında məlumat verdi. Heydər Cəfərov, Amid Cavadov, Azərlayev, Şirvan.